Qoç, qələbə uğrunda mübarizə aparmaq lazımdır. Çünki qələbələr asanlıqla əldə olunmur. Nikbin olun, ruhdan düşməyin. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün əzmlə çalışın. Günün ikinci yarısında köhnə tanışlarla qarşılaşa bilərsiniz. Buğa, işgüzar maraqların şəxsi əlaqələrlə bağlı olduğu gündür. Həyatınızda ciddi dəyişikliklərə səbəb olacaq hadisə baş verəcək. İşdə rəhbərliklə münasibətlərdə ayıq-sayıq olun. Peşəkar fəaliyyət sayəsində irəliləyişlər olacaq. İnkişaf üçün yeni imkanlar yaranır. Əkizlər, asan olmayan, amma səmərəli və maraqlı gündür. Başladığınız bütün işlərdə uğura nail ola bilərsiniz. Peşəkar bacarıq imkanlarınızı artırmaq şansını əldən verməyin. Dünya görüşünüzü artırın. Həmkarlarınıza bir daha sübut edin ki, işinizi bilən adamsınız. Təmkinli və səbirli olsaz, rəqibləri üstələyə bilərsiniz. Xərçəng, gözlənilməz və qəfil hadisələrlə dolu gündür. Uzaqdan gələn xəbərlər sizi təlaşlandıra bilər. Soyuqqanlı və təmkinli davranmağa çalışın. Qərarları sürətlə qəbul edin. Ehtiyac varsa fəaliyyət istiqamətində dəyişikliklər edə bilərsiniz. Şir, səhhətinizə fikir verin. Bugünün riskləri çoxdur. Zərərli vərdişlərdən əl çəkin. Düzgün qidalanın. İstənilən fəaliyyət sayəsində ifrata varmayın. Artıq işlərlə özünüzü yormayın. Özünüzə qarşı bu qədər tələbkar olmayın. Qız, günün ilk yarısında peşəkar fəaliyyət və maliyyə sahəsindəki məsələləri həll edə bilərsiniz. Dəqiq fəaliyyət planı hazırlayın, sonradan həmin planı addım-addım reallaşdırın. Çox maraqlı işgüzar təkliflər ala bilərsiniz. Lakin unutmayın ki, yeni iş və ya sifarişlə bağlı təklifi qəbul etməzdən əvvəl yaxşıca düşünmək gərəkdir. Tərəzi, asan uğurlar və xoş qələbələr günüdür. Problemlərin öhdəsindən gələcəksiniz. Yeni təcrübə və bilik əldə etmə imkanı yaranır. Əldə etdiyiniz biliklərdən yararlanmağın yolunu tapın. Sizə qarşı aqressiv mövqe tutan insanlarla görüşdən yayının. Əqrəb, bugün təmkinlə davransanız, faydalı işlər görərək yaxşı nəticələr əldə edə bilərsiniz. Başqasının dediklərindən daha çox öz fikirlərinizə bel bağlayın. Yaranmış situasiyada necə davranacağınızı müəyyənləşdirin. Yaxın ətrafınızdakı insanlar bunu dəqiqləşdirə bilmirlər. Oxatan, ehtiyatlı, ayıq-sayıq olun. Xoşagəlməz hadisələr baş verə bilər. Eksperimentlər aparmayın, risk etməyin. Bu halda təhlükəsizliyinizi təmin edə bilərsiniz. Uzun səfər üçün əlverişli gün deyil. Ekstremal hisslər sizi düşünülməmiş addımlar atmağa vadar etməsin. Oğlaq, aktiv və enerjili olun. Hər şey istədiyiniz kimi getməsə də hadisələrə müdaxilə etməyə çalışmayın. Mövcud reallıqla barışın, şans və imkanlardan yararlanın. Mənasız heç bir əsası olmayan xərclərə gərək yoxdur. Dolça, maraqlı, əlverişli və məhsuldar gündür. İstənilən, hətta ən çətin işə başlaya bilərsiniz. Bilik və bacarıqlarınızdan yararlanın. Yalnız kəskin zərurət yarandıqda yardım üçün dostlara müraciət edin. Tanışlar və ya tərəfdaşlar sizə dəstək verə bilərlər. İndiyədək bədxahlarınızın yanında olan biri müttəfiqinizə çevrilə bilər. Balıqlar, bugün sizin üçün çətin olacaq. Yaranan problemləri həll etmək üçün baş sındırmalı olacaqsınız. İşdə rəhbərliklə fikir ayrılıqları yarana bilər. Rəsmi şəxslərlə təmaslarda diqqətli olun. Daşınmaz əmlak və ya nəqliyyat vasitəsilə bağlı əməliyyatlar məsləhətli deyil.